Salam əməkdaş dostlar. Bu günləri göstərəcəm ki, virtual kartla necə biz hansısa kommunal və yaxud kontur yükləyə bilərik, balans artıra bilərik və s. işlər görə bilərik. Bunun üçün ən ideal servislərdən biri smartpay.az-dır. Milyonla yoxladım, milyon xarici kartlarla işləyəmir. Ona görə də mən Smartpay seçdim. Burada Azərişıq var, Azərqaz var. Hal-hazırda mənim nə Azərqaza, nə Azərişığa borcum olmadığına görə yeganə ödəmədiyim hələ ki su puludur və gəlin indi su pulunu da məhz bizim təzəlikcən əldə etdiyimiz Ryzen virtual kartla ödəməyi yoxlayaq. Gördüyünüz kimi bizdə bu hər şey hazırdır burada. Vururuq üstünə sadəcə olaraq ADSO və kodumuzu daha sonra daxil edib ödəniş eləyəcəyik. Burada əhali seçirik, irəli seçirik və indi hesab nömrəsini daxil edib davam eləyəcəm su pulunu ödəməyə. Belə ki dostlar, burada gördüyünüz kimi bizim borcumuz demək olar ki, burada da yox imiş. 1 manat 70 qəpikdir. Gəlin 1 manat 70 qəpik də ödəyək. İrəli düyməsini vururuq. Burada biz məbləği yazmalıyıq. Məsəl üçün yazır ki, nə qədər ödəmək istəyirsən. Burada yazırıq 1 AZN ya da 1.7 AZN yazaq. Biz hətta artıq da ödəyə bilərik. Gəlin 2 AZN yazaq. Qoy biraz çox olsun. Və burada da bank kartı seçirik, yeni kart seçirik, ödəmək düyməsini vururuq. Beləliklə kart məlumatlarımızı indi daxil eləyək və davam edək. Təbii ki, kart məlumatlarını mən Ryzen proqramından götürəcəm. Bütün lazım olan endirim kuponları və kodları videonun altında var. İstifadə edib siz də özünüzə buradan istəsəz kriptovalyuta, virtual kriptovalyutaları aça bilərsiniz. Kartı aça bilərsiniz. Burada gördüyünüz kimi bizim kart məlumatlarımızı götürmək üçün yer var. Daxil oluram. Details düyməsini vururam və bura bir dəfə klikləyirik. Beləliklə kart məlumatlarım artıq hazırdır. Təbii ki, mənim kart məlumatlarım bir neçə hissəsi blur olacaq. Ona da siz onu görməyəcəksiniz, çünki şəxsi məlumatdır. Və məlumatları indi kopya eləyək və gedək saytda ödəniş pəncərəsinə yapışdıraq. Bura daxil edirik. Daha sonra tarix hissəsini daxil edirik. Daxil etdikdən sonra tarix hissəsini biz CVV kodu daxil edirik. Çalışın ki, ümumiyyətcə öz məxfi kodlarınızı kiməsə verməyin. Burada gördüyünüz kimi biz istəsək məlumatları da daxil edə bilərik, amma mən daxil etmirəm. Ödənişi təsdiqləyin vururuq. Ödənişi təsdiqləyin vurduqdan sonra bizə deyir ki, email ilə ya da SMS ilə. Mən təbii ki, email ilə daha rahat olduğuna görə, yəni emailimi qoşmuşam. Daha doğrusu hal-hazırki kartıma, Ryzen kartıma görə də email seçirəm. Və email ilə indi gələn məktubu bura daxil eləyib ödənişi təsdiq edirəm. Yeniləyək səhifəni və budur. Bizim emailimizə kod artıq gəldi. Kodu götürürük. Kodu götürürük və keçirik ödəniş yerinə kodu bərkidirik. Bərkitdən sonra təbii ki biz OK düyməsini vururuq. İndi klaviatura nədir ya da submit özü onsuz zaten gedir. Və beləliklə biz əməliyyat gördüyünüz kimi emal edilir yazıldı. İndi isə gəlin biz kartımızda yoxlayaq görə vəziyyət nədədir. Kartı yoxlayırıq, görürük ki, həqiqətən də bizim ödənişimiz artıq həyata keçdi. Düzdür, xırda ödənişlərdə biraz komissiya baxımından itki olur. Hansılar ki, xırda ödənişlər çox da sərf eləmir. Amma sadəcə olaraq mən göstərdim ki, yəni ödəniş eləmək olur. Hal-hazırda əgər nəzərə alsaq ki, 2 manata biz ödəmişik 1.19. İndi bunu dəqiq hesablayıb sizə deyirəm. Hardasa kurs 1.68-ə gəlib çıxır, hansı ki, yaxşıdır və Smartpay vasitəsilə də biz təbii ki, rahat istədiyimiz ödənişləri, yəni istər Azərsu, istər nə bilim Azərişıq və yaxud digər balans artırmaları, internet ödənişlərini təbii ki, eləyə bilərik və bu Ryzen kartı ilə, yəni birbaşa zaten balansı kriptovalyuta ilə doldurub yükləmək mümkündür. Və həmçinin də Ryzen kartında xatırladıram ki, siz istədiyiniz vaxt həmin kriptovalyutanı başqa bir adamın kripto cüzdanına da göndərə bilərsiniz. Baxın, məsəl üçün məndə Binance Smart Chain-dədir və mən istənilən bir adama buradan istənilən miqdar, məsəl üçün USDT göndərə bilərəm və bu USDT halında da onun balansına yansıyacaq. Yəni həm kripto cüzdan kimidir, həm də təbii ki, kart kimidir. Avtomatik özü çıxır balansdan, hansısa bir əməliyyat eləmək lazım deyil. Sadəcə olaraq balansa pul əlavə elədim və bununla da bitdi. Mənə elə gəlir ki, məndə komissiyanın az tutması səbəbi sırf Emerald planın aktiv olmasıdır. Yəni Emerald'ın aktiv olmasıdır səbəb. Mənə elə gəlir ki, hal-hazırda məndə Emerald aktivdir və minimal, yəni ən aşağı kursundan məndə hesablayır. Gördüyünüz kimi mən 6.99 dollar ödəyib 1 aylıq Emerald almışam. Çünki bu kartdan intensiv istifadə eləyəndə 1.68 ilə çox mənə sərf eləyir ki, ödənişləri eləyə bilim. Belə dostlar, ümid edirəm video xoşunuza gəldi. Mütləq şəkildə öz fikirlərinizi rəy bölümündə yazın və həmçinin də videonu like edib kanala abunə olmağı da unutmayın. Sağ olun, gəlin görüşərək.